Salam, hər vaxtınız xeyir əziz dostlar, tamaşaçılar. Bir neçə müddət aradan sonra sizə Kargıcak'da, Alanya Kargıcak'da mükəmməl villa təqdim edəcəm. Satışda olan, bəlkə də Kargıcak'ın ən gözəl villalarından biridir. Baxın, bura giriş hissədir, qapısıdır. Burada 1100 kvadrat metr torpaq ərazisində 2 dənə villa tikilib. Satışda olan bu villadır. Buranı göstərəcəm. İçi çox gözəldir, özəldir. Hər villanın torpaq ərazisi 550 kvadrat metrdir. Amma bu villa 4 mərtəbəlidir. Çöldən baxanda 2-3 mərtəbə, amma 1 mərtəbə də aşağıda var. Saunası, fitnesi, hər şey var. Sona qədər baxın. Alanya'nın ən bahalı, ən gözəl villalarından birinə baxacağıq. Girişi buradandır. Əvvəlcə həyətə baxaq. Həyəti səliqəli. Axşamlar çox gözəl işıqlandırma sistemi var. 4 dənə kamera hər yeri müşahidə eləyir. Burada oturma yeridir. Kamelyası. Böyük hovuzu var burada. Onun 4,5, 4 yarıma. Onun 5'e deyək də, yəni hovuzun ölçüsü. Uzunluğu 10, eni 4 yarım. 4 dənə şezlong, şəmsiyələr də buradadır. Mənzərəsi möhtəşəmdir. Buradan göstərim sizə. Yuxarıdan əlbəttə ki, daha gözəl görsənəcək. Mahmudlar, Gold City Hotel, Imperial Hotel və dağlar. Bir də baxın villaya buradan baxaq. Tam əşyalıdır, sadəcə bəyaz əşya, yəni texnika yoxdur. Mebellər hamısı var, dizayn gözəl. Çox fərah villadır. İndi içərdən göstərəcəm sizə hamısını. Belə villalar azdır, qiyməti də yüksəkdir, amma bura üçün normal qiymətlərdir. Buradan bir də görsədim bu aşağısını. Burada belə boş saxlanılıb ki, burada istənilən şeyi yarada bilərsən. Qış zalı olsun, nə ürəyin istəyir, indi aşağı düşəndə göstərəcəm. Belə bir yer var. Bu da ikinci villadır. Biz bugün bura baxacağıq. Ona görə keçim qapıdan daxil olun və sizə göstərim. Birazdan gün batımı da olacaq. Deməli, əziz dostlar, daxil oluruq içəriyə. Ağıllı sistem quraşdırılıb. Villanın hər yerində yerdən qızdırma sistemi, yerdən ısıtma sistemi var. Burada nərdivanlarla qalxırıq. Lift yoxdur. Hər yerdə sifarişli mebellər, zövqlü. İndi birbaşa salona daxil olaq. Baxın necə gözəl salon. Çox fərah, çox xoşuma gəldi. Daxil olan kimi adamın ürəyi açılır. Hər şey sıfır. Hər şey təzə. Bütün aksesuarlardan tutmuş, dizayn hamısı tamamlanıb. Yaşayışa hazır bir villadır. Arkada mətbəx hissədir. Buradan yenə də havuza çıxışdır. Gözəl mənzərə. Önümüzdə, yaxınlaşdırım göstərim sizə. İndi yuxarıdan daha da gözəl görsənəcək. Və davam eləyirik. Ortada böyük bir masadır. 6 stul. Bunlar hamısı bahalı materiallar, porselen, orada frenki, bir dənə beyaz əşya, texnika, yəni xaladelnik, paltar yuyan, qabiyan, maşın, kondisionerlər yoxdur. Yəni alıcı sadəcə bunları öz istədiyi markanı alacaq, istədiyi kimi buranı istifadə edəcək. Bu salon, indi bu mərtəbədə bizi növbəti otaq gözləyir. Onu da göstərəcəm sizə. Baxın necə gözəl dizayndır divarlarda. Dediyim kimi hər şey zövqlüdür. Portretlər, fotolar filan hamısı qoyulub. Aşağıda bir sanuzul var. Ümumiyyətcə burada hər mərtəbədə bax bunun eynisi var. Bu sanuzun eynisi hər mərtəbədə var. Buradan görsədim, bunlar da hamısı porselendir, İtalyanski, Alman, bax belə duş şeylər. Bunlar hamısı çox özəl, keyfiyyətli materiallardır. Gözəl bir villadır. Qiyməti də əlbəttə ki, az deyil. Baxın, sensorla da hamısı. Və burada daha bir otaqdır, birinci mərtəbədə. Yataq otağı. Fikir verin, necə gözəl, zövqlü bir dizayn edilib. Əşyalar döşənilib.
Bu villaya kim sahibi olmaq istəsə mənlə əlaqə saxlasın. Sahibi dostlarımızdır, birbaşa sahibindən alacaqsınız. Mən və sahibi. Başqa heç kəs. Və bura baxdıqdan sonra təklif eləyirəm düşək aşağıya. Aşağıda istirahət mərtəbəsidir. Fitness, sauna, hamısı buradadır. Hamam, türk hamamı da var. Ora baxdıqdan sonra yuxarı qalxıb digər otaqlara baxacağıq. Və endik aşağıya. Bu villanın ümumi faydalı ərazisi 540 metrdir. Torpaq ərazisi 550 kvadrat metr, ümumi ərazisi isə istifadə üçün yararlı 540 kvadrat metr. Baxın, belə bir yer, nə boyda yerdir. Burada nə ürəyiniz istəyir yaradın. İstəyirsiniz fitness yaradın, bax bunun üçün güzgülər də taxılıb. Burada da hər yerdə güzgülərdir. Yəni açıq, indi oranı da açıb göstərəcəm sizə. Burada sauna, qəşəng saunası şəxsi. Sauna üçün əlavə heç yerə getməyə ehtiyac yoxdur. Öz villanın içində birinci mərtəbədə sauna var. Türk hamamı, çox gözəl bir türk hamamı. Bunu sahibi dedi ki, burada divarlar da qızır. Yəni tək bu göbək daşı adlanır. Bura deyil, bütün divarlar qızır buranı işə saldığın zaman. Və burada da yenə bir sanuzul var. Burada isə paltar yuyan, paltar qurudan maşın üçün bax belə yerlərdir. Bir də buradan görsədim. Və bayaq yuxarıdan görsətmişdim boş ərazi. Çox böyük bir boş ərazi var. Baxın, buradan göstərəcəm. Burada istəyirsiniz üstünü bağlayın. Qış park, qış bağı eləyin, nə ürəyiniz istəyir yaradın da. Baxın, nə boyda ərazi var. Burada sadəcə bir dənə yerdən ısıtmanın motorları quraşdırılıb. Başqa hər yer istifadəyə yararlıdır. Sakit, gözəl, istənilən şeyi burada yaratmaq mümkündür. İndi isə qalxaq yuxarıya, əziz dostlar, ikinci mərtəbəyə. Bu nərdivanlarla çıxacağıq yuxarıya. Və əziz dostlar, bu mərtəbədə 3 otaq var. Yenə sanuzul burada təkrarlanır. Eyni qaydada gözəl bir otaq. Nərdivanları çıxdım, təngə nəfəs oldum. Əlbəttə bu villada lift olsaydı mükəmməl olardı. Yaraşardı bu villaya lift. Bax, belə zövqlü bir qəşəng otaqdır. Çox qəşəng. Yəni, zənn eləmirəm ki, kimsə gəlsə bura nəsə xoşuna gəlməz. Hər şey adamın ürəyincədir. Və növbəti otağa tərəf gedirik. Divarda belə bir gözəl rəsm var. Bu da uşaq otağı, qonaq otağı ola bilər. Hər otaqdan balkona çıxış var. Baxın, divarlar hamısı sifarişlə düzəldilib. Bura isə divar kağızıdır, aboy. Şkaflar hamısı. Çalışma otağı, uşaq otağı kimi buranı istifadə eləmək olar. Və üçüncü əsas otağa daxil oluruq burada. Bura çox böyükdür və burada gözəl bir sürpriz var. Bu da jacuzzidir. Bu otağın öz böyük jacuzzisi var. Baxın, necə gözəl zövqlə düzəldilib. Hər şey mükəmməldir. Mənim çox xoşuma gəldi. İndiyə qədər göstərdiyim villaların içində ən qəşəng villalardan ola bilər. Elədir ki, var. Və buradan jacuzzi otağına daxil olaq. Burada da baxın, İtalyan mebellərinə istifadə olunub. Alman, İtalyan və böyük bir jacuzzi, hansı ki, içində oturursan, birbaşa dənizi, dağları seyr eləyirsən. İndi buradan görsən bir, yəni məsələ budur. Və bu da son deyil. Bir mərtəbə də yuxarıda var. İndi orada birazdan çıxacağıq inşallah. Əvvəlcə burada terası göstərim sizə. Böyük balkon. Demək olar ki, 360 dərəcə mənzərə. Meşə. Bu tərəfdə dəniz gözümün önündə. Hara baxırsan gözəllik görürsən. Dağlar. Baxın.
Mükəmməl. Aşağıda da hovuzumuz. Oturma alanımız. Əlbəttə imkanı olanlar, belə villa arzulayanlar qaçırtmasınlar, əlaqə saxlayın. Villa sizin olsun. Mən isə çıxıram yuxarıya, 4-cü mərtəbəyə. Nərdivanlarla çıxdıq 4-cü mərtəbəyə. Burada da çox xoşuma gələn odur ki, çox böyük, baxın boydan boya aynabəndlərdir, şüşələrdir, arxada meşə mənzərəsi var. İndi bu jalüzləri çəkmirəm. Yəni hara baxırsan mənzərə və gözəllik görürsən doğrudan da. Və 4-cü mərtəbədə də yenə çox böyük bir boş ərazi, boş otaq, boydan boya teras, balkon. Bax, hər yer balkondur. Çıxırsan bax belə, tam təmirli, istifadəyə hazır. Burada nə istəyirsən yarat. Bir də mətbəx qoyulub burada hazır. O mətbəx. Burada belə bir şkaf var. Baxın nə boyda ərazidir. Çox geniş və böyük. Və burada da belə bir üstü bağlı, terasın üstü bağlı hissəsidir, balkon hissəsi. Baxın, qapalı hissəsi. Və buradan mənzərəni daha gözəl görürük. Bu tərəfdə artıq gün batır. Baxın, əziz dostlar. Toros dağları və Aralıq dənizinin birləşməsindən əmələ gələn gözəl mənzərə. Qarqıcaq. Dənizə məsafəni unuttum söyləməyi. Hardasa 3 kilometr. Ən çox 3 kilometr. Və yolları da çox gözəl asfaltlayıblar. Bəlkə buradan da görmək olur. Əgər gün, yəni şərait yaradırsa, günəş düşür. Mən yaxşı görürəm. Yəni asfalt yollar, düpdüzən, tərtəmiz yollarla gəlirsiniz, villanın önünə çıxırsınız. Baxın, bax, terasın böyüklüyüdür bura. Sakit yer, rahat yer. Yəni verəcəyiniz pula peşman olmamaq üçün alacağınız bir yerdir bura. Baba, arxa tərəfdə də hələ bir qism yer var. Burada da yenə meşələr. Belə özünüz dostlar, tamaşaçılar, növbəti bir villa təqdimatı idi, sizə təqdim elədim. İzlədiyiniz üçün təşəkkürlər. Bu villaya sahib olmaq istəyənlər əlaqə saxlayın. Bir həftə içində bu villa sizin olsun. Villanın qiyməti 1.400.000 avro təşkil eləyir. Bazarlıq Türkiyədə həmişə var. Sağ olun, var olun. Gələn videolarda görüşənədək.